Xırdalan şəhərində birbaşa ev sahibindən 4 otaq, çox gözəl qiymətə, hazır təmirli köç yaşa. Yerdən kürsülü həyət evi. 119 və 596 nömrəli avtobuslara yaxın Xırdalan şəhərində. Yerdən kürsülü zirzəmisi var. Hər ehtiyat üçün su çəni qoyulub. Bütün sayğaçları var. Qaz, su, işıq, kanalizasiya mərkəzi qapısına kimi asfaltdır. Belə bir ümumi görünüşü var. Belə bir ümumi görünüşü var. Yəni deməyimdə məqsəd odur ki, birbaşa sahibindən ev almaq istəyirsinizsə, səhifəyə keçid edib səhifədəki nömrəyə əlaqə saxlaya bilərsiniz. Birbaşa sahibindən satılır. Qiymət endirilib. İndiki qiyməti 68.000 manatdır. Hazır 4 otaq, qanuni 4 otaq evdir. Döşəmə taxtadır. Pilləkən də o qaydada. İstərdim dəhlizin bu hissinin görünüşünü göstərim. Endirim də ki olacaq evə baxdıqdan sonra. Bir daha ünvanı təkrar edirəm. Xırdalan şəhərində 119 və 596 nömrəli avtobuslara çox yaxındır. Bu qonaq otağıdır, tam təmir. Genişdir, işıqlıdır, radiatorları var. Sənəti qiymətləndirmədir, MMC-dir, bələdiyyənindir. Qaz, su, işıq, sayğaçlar keçəcək birbaşa alıcının adına. Yəni Xırdalanda demək olar ki, 80%, 90% evlərin sənədləri bu qaydadadır. 4 otaqdır. Bir daha vurulur, mətbəx ayrıdır. Burada pilləkənin altında boş bir ərazisi də var. Belə. Gələcəkdə lazımsız əşyaları yığmaq üçün gözəl təklifdir. Qiymət 68.000 manatdır. Mətbəxidir. Qaz peçi var, aspiratoru var. Belə ümumi hava gəlməsi üçün, işıq düşməsi üçün pəncərəsi də var. Baxmayaraq ki, yan divardakı qonşunun evidir. O belə ümumi mətbəx mebelidir. Döşəmə burada da taxtadır. Paltarlayan yeri var, krantlar yenidir, hamısı yenidir. Hətta bu hissədə boş bir yer var, lazım olsa böyük bir həcmli soyuducu da qoymaq olar. Belə bir hamam otağıdır, tam hazır. Bütün aksesuarları var, hamısı da yeni vəziyyətdədir. Dərhal alıb köçmək mümkündür, dərhal. Belə gözəl 2 mərtəbə, 68.000 manata Xırdalan şəhərində evlərin sayları məhduddur. 2-ci mərtəbəyə qalxmışıq. 2-ci mərtəbənin özünün ayrıca hamam otağı var. Yəni bu həyət evi qanuni 2 mərtəbədir. Bu hamam otağında da hər şey quraşdırılıb. Yəni evdə əlavə xərcə ehtiyac yoxdur. Birinci yataq otağıdır. Bir daha vurğulayım ki, birbaşa sahibindən satılır. Vasitəçi olmadan ev qoşa daşdan tikilib, ən əsası qapısına kimi asfalt. Burada da bizim digər yataq otağımızdır. Evin iç qapılarıdır. Beyaz qapılardır. Tam hazır evdir. Cüt daşdan tikilmiş, bütün kommunal olan belə bir evdir. Xırdalan şəhərində belə mətbəxi ayrı, yuxarıda eyvanı olan, yəni balkonu olan 4 otaqlar 68.000-ə çox az sayda olur. Bir daha vurur, sənədləri bələdiyyənin MMC-sidir, sayğaçlar ada keçəcək. Birbaşa da evi alıb keçmək mümkündür. Kanala abunə olun, şərh bölməsinə şərhinizi qeyd edin. Ən əsas odur ki, nağd satılır. Sonra da təşəkkür edirəm.